çalışarıq ki, sonra onları göndərək. Bu bizim bu il ərzindəki sonuncu webinardır. Məktəbdə tanıdığı bir uşaq, heç bir istedadı olmayan, savadı olmayan irəli gedə bilər. Çünki onda paralici yoxdur da. Biz həm də bu gün onu həll etməyə çalışacağıq. Ümumiyyətlə ərzindəki bu məhsuldarlıq mövzularının kimləri danışır? Təlimçilər və bir də ki, keçmiş menecerlər. Amma onlar nə deyirlər? Deyirlər ki, bir iş effekti bitirmək üçün zamanı düzgün idarə etməlisən və motivasiya texnikalarından istifadə etməlisən. Bunların ikisi də yanlışdır. Əvvəla motivasiya artıq mifdir. Motivasiya olsun da, bu daimi motivasiya olmur axı. İkincisi ki, zamanı idarə etmək də bir mifdir. Çünki zaman da artıq yoxumuzdur. Biz artıq asılılıqlar dövründə yaşayırıq. Bu dövr keçib. Yəni bu 90-cı illərin kitabları özünü doğrultmur. Müasir dövrdə informasiya axını var və bunun gətirdiyi yeni məsələlər tamam fərqli yanaşma tələb edir. Biz nə də xoş sözlər deyə bilərik ki, hə, insan işi həvəslə görməlidir, nə bilim, bir işi sevsən, sevdiyin işlə məşğul olmalısan, bunlar hamısı artıq olmaq istəmişik həyatımızın bir hissəsində. Bura gəlmisən. Amma satışlarımız artmıyor da, biz səni çağırmışıq satışa. Etmədən, yəni prokrastinasiya etmədən ikinci beynini necə aktiv saxlaya və darıxdırıcı işləri əminliklə bitirə bilərsən. Bəli, kifayət edir dostlar. Sağ olun, mən çatı bağlayıram. Sağ olun. Okey, bağlayıram çat indi. Wow, ekran donadı. Wow. Okey. Deməli, o qədər iştirakçı sayı çoxdur ki, hətta ekran dona bilərdi. Yes, I clearly hear you. Əladır. Okey, dostlar. Deməli, başlayaq. 4 mərhələdə ikinci beynini necə qurmaq olar? Birinci mərhələ adlanır saxla. Yəni beyninə gələn bütün yarımçı məlumatları müvəqqəti olaraq hardasa saxlamaq lazımdır. Belə düşünün də, bu necə yarandı? Mən sizə deyim. Yəqin ki, gün ərzində əvvəlcə bir tələbə vaxtı yadınızda olardı. Beynimdə çoxlu ideyalar gələrdi. Düzdür? Mən də elə idi. Beynimə çoxlu ideyalar gəldi. Amma bir yerdən sonra ki, işləyə başladıq, olduq taxta kimi də, üzr istəyirəm ifadəmə görə, sanki artıq ideyalar gəlmir daha. Ya da ideya gəlir, beyin o da doludur ki, təzə ideya yer yoxdur. Biz nə deyirik? Deyirik, qocaldıq. Belə deyirik. Deyirəm, mən də elə düşünürdüm. Sonra Headspace proqramı var. Meditasiya proqramıdır. Onun bir videosundan çox xoşum gəldi. O sözü həmişə istifadə edirik biz. Deyir ki, beyniniz göyün üzü kimi mavidir əslində. Mavi, səma kimi. Deyir, sadəcə onun üstünü buludlar alıb. Buludlar. Mavi səma yenə oradadır. Sadəcə buludları götürmək lazım. Və bir müəllimi var idi, John Kehoe, qocaman insandır indi, bir 90 yaşı olar bəlkə də, sağdır. O da bir söz deyir. Deyir ki, düşüncələri çox da ciddiyə almaq lazım deyil. Siz beyninizə qatar stansiyası kimi baxın. Qatar stansiya 28 may kimi. Ora gündəlik çoxlu sərnişinlər gələcək. Yəni fikirlər gələcək, sərnişinlər. Deyir, siz günü eləməlisiniz ki, siz qərar verməlisiniz. Hansı fikir qalsın, hansı fikir qalmaz. Yəni saxlamaq üçün sizin bir yeriniz olmalıdır. Saxlamaq üçün bir yeriniz olmalıdır. Mən heç öz telefonumu gətirim, bir dəqiqə sizə göstər. Lazım ola bilər bizə. Deməli, biz indi nə etməliyik? Sizin gündəlik olaraq saxlamaq üçün iki prosesdən keçmək lazımdır. Əvvəla, siz ilkin olaraq beyninizdəki bütün yarımçıları çıxartmalısınız. İndi buna özünüzə qeyd edin necə, sonra evdə eləyəsiniz. Deməli, hamımızın beyinlə bağlı bir yəqin ki, yarımçıq ideyaları var. Ümumiyyətlə, həyatda yarımçıq ideyalar var. Məsələn, yarımçıların birini deyirəm. Məsələn ki, evə kofe almaq. Dünya turuna çıxmaq. Yarımçılar da pis şey demək deyil. Yarımçılar gözəldir. Yəni, yarımçılar həyatınızda çoxsa, deməli, siz ambisiyalı insansınız. Sonra, digər yarımçılıq, rəhbərliyə hansı söz demək, filan müştərinin sualına cavab vermək, webinarda iştirak eləmək, filan kəslə görüşmək. Bunlar hamısı yarımçılıqlardır. Yaxşı? Deməli, sizin indi beyninizdə bir səhv verməsə, hər birinizin beyində yəqin ki 100-200 arası yarımçıqlar var. Bunlar sizin beyninizi çöktürür, pis vəziyyətə salır. Sanki göyün üzündəki səmanı görənmirsiniz. İndi nə etməlisiniz? Çoxsaylı A4 kağızı alın. Bir qutu A4 kağızı alın, bir paçka və hər səhifəyə belə başlayın bir yarımçılığı yazmağa, beynimizdən çıxartmağa. Məsələn, belə yaza bilərsiniz ki,
Düşün və Varlan kitabını oxu. Think and Grow Rich kitabı. Düşün və Varlan kitabını oxu. Beyninizdə qalır da, kimsə neçə vaxt istədiyi. Bunu belə yazın, qoyun qırağa. Bütün beyninizdəki yarımçıları çıxardın. Siz elə burada görəcəksiniz ki, sizin beyniniz necə gəncdir. Fantastik, özünüzü cavan hiss edəcəksiniz. Bəs yaxşı, gün ərzində beynimizə təzə ideyalar gəldi, nə edəcəksiniz? Yaxşı, deyək ki, bütün yarımçıları yazdınız, qoydunuz bura. Hərəsi bir kağıza. Bəs yaxşı, küçədə gedirsiniz. Mən də oturmuşam sizlə, webinar edirəm. Birdən ağlıma ideya gəldi ki, webinarda bundan sonra iştirakçıların videosu görsənməz. Deyək, ideya gəldi. Mən bunu hara qoyuram? Bunun üçün sizin müvəqqəti saxlama məntəqəsi olmalıdır. Baxın, müvəqqəti saxlama yeri. Müvəqqəti saxlama məntəqəsi deyirəm, çünki hüquqşünasdan biz elə keçirdik. Bu mənim telefonumdakı bir yerdir. Mən sizə göstərirəm. Görürsünüz, mən inboxda 6 ədəd müvəqqəti məlumat saxlamışam. Bəs yaxşı, indi ağlıma ideya gəlsin, nə edəcəm? Bunu belə tıklayacağam. Yeni ideya gələcək. Deyək ki, nə biləm, bundan sonra Zoom'da diqqətli ol. Hətta ingilis dilində eləsəz, belə ingilis eləsəz, burada səs funksiyası var. Deyək ki, mən danışıram, heç yazmağa ehtiyac yox. Make sure you don't have hand option in the next step. Gördünüz dostlar, özü yazdı. Artıq ideya itmədi. Mən həyatıma rahat davam edirəm. Maşın sürə-sürə də bu ideya gəldi. Deməli, biz birinci mərhələdə işimizi həll etdik. Bundan sonra sizin həyatınızda gələn bütün ideyaları hara qoyacaqsınız? Müvəqqəti saxlama yerinə. Mən sizin də applicationlara deyəcəm, onu da eləyərsiniz. Problem yox. Deməli, iki hissədən keçirik. İndi abyomla yığılmış, beyninizdə qazan kimi eləyən nə qədər yüzlərlə məlumatı birinci vaxt ayırın, bir 2-3 saata hamısını çıxardım. Hardan başlaya bilərsiniz bu məlumatları? İşinizə baxın. Filan kəsə sənəd verməlisiniz, evdən keks almalısınız, kofe almalısınız, Antalyaya girmək istəyirəm. 1000 dənə məlumat var. Sonra şəxsi həyatınıza keçin. Şərt deyil. Özünüz görəcəksiniz ki, çıxartdıqca beynindən gəlir. Bunu çıxardıqdan sonra bəs gündəlik gecə yarısı ağlınıza ideya gəldi. Onu hara qoyacaqsınız? Durub yine kağız qələmlə gəzəsi deyirik ki, bizim təzə bədən üzvümüz var, telefon. Bu bizim bədənimizin üzvüdür. Elə əlimiz, ayağımız qədər bizə yaxındır. Ora qoyacaqsınız. Aydındır? Birinci mərhələni həll edirik. Beynimizə gələn yeni ideyaları qoyursunuz müvəqqəti saxlama məntəqəsinə. Yəni itməsin heç yerdə. Bu da sizin beyninizi boş saxlayacaq. Headspace proqramında dediyi kimi. Beyniniz boş qalacaq, başlayacaq sizə yeni ideyalar verməyə. Özü görəcəksiniz ki, sizə o qədər gözəl ideyalar gəlir ki, sözünüz qəribə hiss edirsiniz sözünüzü. Və John Kehoe dediyi kimi, hansını istəyirsiniz onu saxlayarsınız inboxa. Qalanlarını buraxın. Sizin beyninizin işi yaratmaqdır dostlar. Saxlamaq, yadda saxlamaq deyil. Onun işi yaratmaqdır. Qoy yaratsın, siz də hansını istəyirsiniz saxlayın, hansını istəyirsiniz buraxın. Bu birinci mərhələ. Belə deyək də, bizim ikinci beyni qurmağımızın birinci mərhələsi. İkinci mərhələ aydınlaşdırma. Mənim bir gözüm də bu chatdadır ki, daha doğrusu bu yeni iştirakçılardadır ki, okey. Yaxşı, ikinci mərhələ nədir? Aydınlaşdırmaq. Yəni səliqəyə salmışsınız. İndi belə düşünün də, 200-ə yaxın sizin stolunuzun üstündə A4 kağız olacaq. Yəni yaxşı, mən məsləhət görürəm ki, bir-bir A4 kağızlarını qoyarsınız. Yaxşı, bu 200 ideyanı hara qoyacaqsınız? Bunları necə səliqəyə salacaqsınız? Mən deməli bu ideyaları bir dəfə yığdım. O vaxt indi mənim müəllim olmayıb da, özüm öyrənmişdim. İdeyalar yığdım, bunlar mənim gözümə dururdu. Bu qədər məlumatı mən neyəcəm? Həvəs olmurdu artıq hərəkətə keçməyə də. Bu necə hərəkətə keçəm? Gözəl deyil, beynim boşdur, amma necə hərəkətə keçəm? Həmin vaxt YouTube-da bir neuroloqun, neurologist gəldi, ingilis. Onun bir videosuna baxdım. O dedi ki, beynimizin sərgədə olmağı üçün sizin heç nəyə ehtiyacınız yoxdur. Biz nəyə lazımdır sizə? Sadəcə fayllaşdırma. İndi mən sizə bir misalı demək istəyirəm. Yəqin ki, yadınızda olar. Birimizdən məzələnirdik. Əvvəlcə məşhur idi bu. Gəlir deyirdi ki, evimizdə xalidenik var. Deyirsən, hə. O səni salır ağ rəng papkasına. Sonra deyir, inək nə içir? Ağ rəngli, biz ağ rəng papkasındayıq artıq. Düzdür, ağ rəng folderındayıq. Deyir, bəs inək nə içir? Sən avtomatik süd deyirsən. Çünki ağ rəngli içkilər çıxa bilər ancaq ağ papkadan, ağ rəngin içində. Ağ rəngin içində bir dənə içki var, o da süddür. Aydındır? Və ya suallar olurdu ki, 1900-dən sual verirdi, deyirdi bir dənə sevdiyin rəqəm deyirəm, bir dənə gəlib çıxırdı 1918-ci il inqilabına gəlib çıxırdı, bir dənə alət deyirdi, 8 deyirdi. Çünki sənə papkalara salır, beyin belə işləyir. Və ya uzağa niyə gedirsiniz? Evinizdə deyək ki, paltar şkafına girin, baxın, görəcəksiniz ki, nə vaxt ki, evdə paltar qaydasında olur, evdə sakitlikdir və davadalaş olmur. Evə gəldiniz, görsəniz ki, üst paltarların yeri, şalvarın yeri qarışıqdır, evdə həmişə spor düşür. Nəyə görə? Sizin beyniniz onu görmək istəmir. Deməli, beynə fayl lazımdır, başqa heç nə. İndi deyə bilərsiniz ki, fiziki şeyləri qaydasına qoyuruq,
fikir verirsinizsə sizin stolunuzun üstü ya şkaf bir dənə qarışan kimi sizin bütün əhvalınıza təsir edir. Fiziki şeyləri səliqəyə qoymaq asandır. Bəs zehni şeyləri necə səliqəyə qoyaq? Dostlar, yarımçıq məlumatları səliqəyə sal və aydınlaşdır. Tam məlumatlarda problem yoxdur. Məsələn, İspaniya paytaxtı Madridi siz səliqəyə salmağınıza ehtiyac yoxdur. Amma yarımçıq məlumatları səliqəyə salmalısınız. Bunun üçün mən sizə təklif edirəm ki, hərəkətləri və layihələri ayrı bir proqrama qoyun. Qeydləri ayrı proqrama. Bax, bu mənim hərəkət proqramımdır. Buna da gedir Thinkstream pulla bu. Amma neçə var da, belə pis deyil, $49 nəminə. Kompüter versiyası neçədir? O ümumi $70-80 pul çıxır. Mən sizə deyəcəm hansı daha yaxşıdır. Bu mənim hərəkətlərimdir. Görürsünüz, şəxsi Apple Reminders əladır. Windows-dan istifadə edirsə, Microsoft To-Do əladır. Səndən yaxşı asistant olar, səndən yaxşı nə bilim, həzz alan bir insan olar. Mən biraz keçdi, gördüm ki, səliqəli olsam da həyatım inkişaf eləmir. Çünki gündəlik olaraq yanlış hərəkətlər seçirəm mən. Səliqə də olsun da, nə olacaq ki? Səliqəli ilə adama medal vermirlər ki, səliqəlidir, amma hərəkətləri yanlış seçirəm. Mən bilmirəm nəyə səhv edirəm də. Deməli, təbii ki, burada ən yaxşı yol nə idi? Mən başladım uğurlu insanların həyatını araşdırmağa ki, onlar da ikinci beyindən istifadə edirlər. Onların da öz sistemi var. Və gördüm ki, onlar həftəlik analiz edirlər. Biz birazdan danışacağıq. Onlar nelər? Həm gündəlik analiz edirlər, həm həftəlik, həm də aylıq. Bu nə deməkdir? Ümumiyyətlə, deyim ki, mən bunu edəndən sonra həyatımdakı seçimlərim xeyli gücləndi. Birazdan biz danışacağıq yine bu barədə. Və hər şeyi düzgün vaxtda etməyə başladım. Aydındır. Yəni, nə lazımdır o vaxt? Dünya turuna çıxmaqsa, dünya turuna çıxılası vaxt eləmişəm. Kofeni lazım olan vaxtda almışam. Webinara lazım olan vaxtda gəlmişəm. Aydındır, bir iş öz vaxtında ediləndə yaxşı olur. Gündəlik analiz odur ki, siz günün sonu saat 6-da işdən çıxırsınızsa, fərqi yox neçədə çıxırsınızsa, 6-ya 15 dəqiqə qalmış işi qutarın və başlayın gününüzü analiz etməyə, e-maillərə cavab verin və s. Həftəlik analiz bu ayda biz birazdan danışacağıq. Aylıq analiz odur ki, ayda bir dəfə özünüzə şillə vurun. Nə mənada? Oyanın da, ömür keçir, gün keçir, nə bilim, dini dünya görüşünüz olsa da, dünyəvi dünya görüşünüz olsa da fərqi yoxdur da. İstər dini, istər dünyəvi, həyat müvəqqətidir bizim üçün də. Bir ona görə özünüzə çillə vuraq. Məsələn, mən həyatımda mən sizə səmimi deyim ki, elə qərarlar olub ki, mən 22 yaşında o qərarı baxsaydım, indi çox şeyə nail olmuşdum. Deməli, gözdən keçirmək lazımdır. Və nəhayət ki, hamımızın problemi işləri bitirmək. Deməli, nə qədər işləri düzgün seçsəm də bitirməli çətinlik çəkir. Bilmirsən adı nədir? Bu tənbəllikdir, prokrastinasiyadır. İndi qəribə adlar çıxır. Prokrastinasiya, nə bilim, procrastination. Baxıram ki, düz iş seçmişəm. Hər şey qaydasındadır. Bilirəm bu işi görməyə lazımdır. Amma işi bitirə bilmirəm, işi tamamlaya bilmirəm. Faciədir. Mən bilirəm bu işi görsəm, düz. Başlayım yalandan deyinməyə ki, dövlət qoymadı, hökumət qoymadı, sahibkar qoymadı, qohum qoymadı, ana qoymadı, artıq ən bəxtim xaricdə oxuya bilmədim. Amma bilirəm ki, mən bu işi görsəm, qalib gələcəm də, pul da qazanacam, biznes də quracam, çempion da olacam, hər şey eləyəcəm də. İşləri tamamlayıb çətinlik çəkirdim. Sonradan dostlar, qəribəsi bir nədir? Amerikanlar ümumiyyətlə onun üçün irəli gedir. Sən demə, işi bitirmək sənəti var imiş, belə bir elm var imiş. İndi elm demirəm, universitet təhsili, onun təhsili zadı var, amma belə bir the science da, yəni the art sənəti, the art of execution. Və belə bir şey var imiş. Mən başladım onu araşdırmağa və təbii ki, indi mən başladım işləri vaxtında bitirməyə, hamısını. Ondan sonra insanlar sizə dahi deyir, qəribədir. Yəni, əslində bir tənbəl bir insan belə işi bitirmək sənəti ilə getsə, qaydalarla getsə, bu bir elmdir, bu bir sənət. İnsanlar, siz daha çox iş bitirirsiniz, daha çox iş bitirdikcə insanlar sizə qəribə baxar ki, sən necə disiplin adamsın. Deməli, gəldiyi 4-cü mərhələyə tamamla, bütün şəxsi və karyer işlərini sürət necə tamamlaya bilərsən? Əvvəla dostlar, sizin həyat amalınız olmalıdır. İndi birazdan danışacağım mən sizə necə quraq bunu. Bugün siz həyat amalınızı qura biləcəksiniz, yəni həyatda nə yaşadığınızı biləcəksiniz. Ən azı bilmək yoluna girəcəksiniz, mən son yolunu öyrədəcəm. Master plan qurun, həyat planı. Sonra 12 həftəlik plan qurun, həftəlik plan, gündəlik plan və dostlar, bugünkü görüşdən ayrılacağınız bir məsələ varsa, bu olmalıdır. Hesabatlı qrupu yaratmaq. Mən sizə birazdan statistika verəcəm. Bu bizim birinci sir dediyimiz, deməli, mən sizin gözdən keçirim. Sonradan gedib araşdırarsınız, saat metodu, yəni ikinci beyni mən belə qurmuşam. İkinci beyin nədir? İkinci beyin beynimizdəki yarımçıqları əsas beyindən, yəni bu bioloji beyindən kənara çıxardıb kompüterə qoymağınızı. Deyə bilərsiniz, Orxan, bu ilə beynimdə qalıbdır da, dostlar. Sizin beyniniz yarımçıqlar üçün yaranmayıb da. Beyin yarımçıqlar üçün deyil. David Allen bu sözü, bax, bu qızıl söz.
Your brain is not for holding ideas. Your brain is for creating ideas. Aydındır. Beyniniz ideyaları saxlamaq üçün yox, ideyaları yaratmaq üçündür. Bəzi yoldaşlar e-mail yazıblar ki, mən çatdıra bilmirəm və s. Görüşün axırına kimi qalan insanlara bəli, PDF fayl göndəriləcək. Okay. Və biz bunu necə həll elədik? 4 mərhələdə. Dostlar, bir ideya beynimizə gəldi, onu lap saxladınız, qoydunuz qırağa. Varınızdır, nə qədər ideya var. Onu saxlamaqla dünya o hərəkətə keçmir. Bir işin kayfı, ləzzəti onu bitirməkdədir. Biz romantik elə oturaq çayxanada ki, mənim belə bir ideyam var. İndi mənim dostlarım çoxdur. Orxan belə bir ideyam var. Ona bilirlər ki, onları tərifləyəcəm də. Qaç ideyam var. İndiki dövrdə ideya qıtlığı yoxdur ki. İndiki dövrdə icra qıtlığı var. Ona görə siz ideyalarınızı yığdınız, gün ərzində əla ideyalarınız gəlməlidir. Elə də ideya gələ bilər ki, həyatınızı kökündən dəyişə bilər. Həm sizin, həm mənim. Amma o ideyanı siz səliqəyə salmalısınız. Səliqəyə salandan sonra bəs bu qədər ideyaların içindən seçimini düz eləməlisiniz, vaxtını bilməlisiniz, onları tamamlamaq qabiliyyətiniz olmalıdır. Siz bu mərhələnin 4-ünü eləsəz, sizin həyatınız kökündən dəyişir. Deməli, indi isə keçək. Ümumiyyətlə, saat sistemindən istifadə edən insanların rəyləri var. İndi demirəm hər şeyi məzun öyrənmişəm. Yox, mənim öz əlavələrim etmişəm. Bunlar dostlarımız da artıq. Caspian Kabel şirkətinin meneceri var, sonra Azvirtdən Fərid Hacı var ki, onlar həyatları kökündən dəyişir və bəzilərinə görə ki, 8 saata görə işlərini 2 saat tamamlayır və xeyli boş vaxtı var. Fərid mənə buraya göndərdim, bildim ki, məni yola verir. Sonra deyir ki, Orxan, siz realda həyatımda hər bir sahədə nailiyyətlər 5 dəfə artır və bunu mənə ingiliscə göndərdim. Mən bunu xaricdəki təlimlərində bir testimonial kimi istifadə edirdim. Çünki Fərid ən yüksək səviyyəli meneceridir də, Azvirt şirkəti, Azərbaycanın ən böyük şirkətlərindən biridir. Nəysə. Keçək ikinci məsələ, dostlar. İkinci beynimizi qurduq. İkinci beynimizi qurduq. Hər şey deyil ki, qaydasındadır. Beyin səliqəli və işləri bitirməyə qabiliyyətimiz var. İşləri tamamlamaq qabiliyyətimiz var. Bu ikinci danışacağım məsələ bu sir dediyimiz ikinci dayanıqlılıq, avtomatik davamlılıq da dayanıqlılıq deyə ona bir ad qoymalıyam. Böyle birincisi ilə birbaşa bağlıdır, tamamlamaqla bağlıdır. Tənbəllik etmədən ikinci beynini necə aktiv saxlaya bilərsən? Və ən əsası da bu qızıl cümlə. Darıxdırıcı işlərə necə asanlıqla başlaya və bitirə bilərsən? Mən sizə bir şey deyim. Əgər siz gün ərzində maraqlı işlərin dalınca qaçsaz, demək olar ki, fərqlənə bilməyəcəksiniz. Çünki hamı maraqlı işlərin dalınca qaçır. Bilirəm, siz düşünə bilərsiniz ki, bəs onda biz maraqsız həyat sürməliyik. Yox. Yox. Siz gün ərzində çalışın ki, bir neçə saat darıxdırıcı işləri bitirməyə qabiliyyətiniz olsun. Nəyə görə? Çünki hamı internet asılısıdır da, onlar bitirə bilməyəcəksiniz. Siz bitirsəz, hamını ötəcəksiniz ətrafınızda, öz sahəniz üzrə. Ona görə də bizim danışaq necə deyək ki, darıxdırıcı işləri asanlıqla bitirək. Və bu çox insanın danışa bilmədiyi və danışmaq istəmədiyi mövzudur. Çünki mən əminəm ki, indi bunu deyəndə bir çoxumuzun biraz həzzi itə bilər ki, darıxdırıcı işləri necə bitirək. Gəlin onu indi elmə çevirək. Biz indi danışırıq avtomatik davamlılıqdan. İndi bu 4 mərhələni keçəcəyik. Mən sizə bir məsələni də deyim. Yaxşı. Deməli 4 mərhələni keçəcəyik. Birinci master planımızı quracağıq nəhayət ki. Bir çox insan üçün bu hətta ağlamalı da gələ bilər. Həyat amalını quracaq indi. ChatGPT ilə qərarsızlıq paralizini aradan qaldıracaq, sabaha körpü atacaq və hesabatlı qruplar yaradacaq. O barədə mən sizə məlumat verəcəm dostlar indi. Ümumiyyətlə, mən çalışım özümə misallar gətirim ki, siz biləsiniz ki, biz eyni səhifədəyik də. Barcelona gedəndə, mən ümumiyyətlə Bakıda olanda gün ərzində saat 1-də 2-də dururdum, pijamada dururdum, qazanırdım, pis deyildi. Hətta işlərim şirkətdə də mən işə gec gedirdim və Barcelona bir dəfə məni işdən çıxartdılar, tam səmimi, yağış yağırdı, işə getmirdim. Bir dəfə də oradan məni işdən çıxartdılar və biz sonradan barışdıq. Bu nə gəlin, dostlar, mən fikirləşirəm, mən tənbəl də olmuşam da, maraqsız işləri görmək istəmirəm. Yəni, hamı deyir bir şey, deyir, mən tənbələm. Mənə bir çoxları yazır ki, Orxan müəllim, bəs mən tənbələm, mən neyiniyim? Mən deyim, yaxşı, mən neyiniyim? Zarafat yazıram. Yazır, mənim uşağım tənbəldir. Mən də elə düşünürdüm ki, dostlar, tənbəl də olmuşam. İkinci beyin quranda da fikirləşirdim ki, bu nə olsun, qurdum. Tənbəl adamam da, bunları necə bitirəcəm? Və bir termin var, biraz təhlükəli termin oxşayır. Başımda güllə. Bu mənim ən böyük sirlərimdən biridir. Mən sizə deyim, bu necə yarandı. Frank Kern adlı bir marketer var. Bir çoxunuz eşitməmisiniz, marketerlər tanıyırlar. Frank Kern. Dünyanın ən yaradıcı marketerlərdən biridir. İndi xoşum gəlmir, artıq müasir dövrə uyğunlaşmır. Mən 15-20 il qabaq 11 seminarına qoşuldum, internetdən pul qazanmaq üçün. Frank bizə dedi ki,
48 saata bir sayt qurmalısınız. 48 saata. Və sonra başlayın onu reklam etməyə. Mən dedim ki, əlimi qaldırdım elə onlayn. Dedim ki, it's not possible da, bu mümkün deyil. It is impossible. Dedi 48 saat, indi dostlar sizə indi asan gəlir. ChatGPT-nin azadından belə sayt qurmaq olur. O vaxt mümkün deyildi. Özü super saytı, e-commerce saytı ki, ora məhsullar yerləşdirirsiniz. Bizim gözümüzdə nəsə bir aylıq bir işdir də. Bir çoxunuz mənə indi yazırsınız ki, e-commerce orxan məmsən necə pul qazanırsan. Mən də sayt qurmaq istəyirəm, amma qura bilmirsiniz. Görə də uzun proses. Dedim mümkün deyil. Dedi sənə bir sual verirəm. Özü iBad deyirdi mənə. Bir deyir İbadov iBad. Dedim buyur. Dedi ki, təsəvvür elə ki, evə Bin Laden girib. Amerikanların dərdi Bin Laden idi. Dedi təsəvvür elə ki, evə Bin Laden girib. Dedim aha. Dedi sən də evdən çıxırsan. Dedim aha. Dedi təsəvvür elə ki, valideynimin başına güllə qoyub. Dedim aha. Dedi və Bin Laden deyir ki, indi hansı terroristə bu güllə açılma, əgər sən 48 saat ərzində sayt qurmasan və etibarlı sayt, bu güllə asılacaq. Dedi Orxan, sonunda saytı qura bilərdi. Dostum, bu sualı mən sizə verirəm, neçə atasmamış deyirəm də. Təsəvvürün ki, evinizdə bir terrorist girib, bir kimsə, killer də, valideyninizin, uşağınızın başına güllə qoyub, istəyirəm. Və deyir ki, 48 saatə bir biznes qurmalısan, elektron ticarət biznes. Reklama hazır vəziyyətdə. Onu necə qura bilərdiniz? Normalda qurmaq qeyri-mümkündür. Bəs indi bu başımıza güllə, indi bir dənə özünüzü o vəziyyətdə qoyun, bir 10-15 saniyə ki, həqiqətən düşünün də, belə gözünüzü yumun, düşünün ki, həmin adam başınıza güllə qoyur və 48 saat ərzində siz o saytı qurmalısınız. Necə hərəkət edərdiniz? Mən düşünürəm ki, necə yəni, bax, dağdardım özümü. Və mən özüm gözünüzə hissi gəldi, mənə enerji gəldi. Hiss ediniz, tənbəlliyin tam tərsi də oldu da nəsə indi, yox? Sanki belə qızışdım elə bir. Özüm webinara baxa-baxa, sizlə danışa-danışa daha doğrusu. Necə yəni, özüm dağlardım. Yəni, mən bəzi termin... zəng eləyərdim, buradan çıxardım, qaçardım, çölə girərdim, internet dərhal araşdırma eləyərdim. Gedərdim, gələrdim və sonra onu qurardım. Hər halda heç kim deyəməz ki, qurardınız da, yox. Razı olmalısınız ki, valideniz başını güllə açsın. Sonradan biz bunun adını qoyduk, başımda güllə metodu. Yəni, yaxşı sual oldu ki, dostlar, biz indi hər dəfə evimizə terrorist girməyəcək ki, bəs bunu necə eləyək ki, bunu məqsəddə eləyək. İndi belə düşünək də. Və sonradan mənə bu sual düşündürdü ki, yaxşı, mənim həyatımda nə dəyişdi? İki mən etiraf elədim ki, Frank Kerin dediyi kimi olsaydı, mən bu saytı qurardım. Yaxşı, mən beynimdə nə dəyişdi? Sən demə, dostlar, beynimizdə elə tasklar var ki, biz onlara toxunsaq, tənbəli yaradan qalır. Beynimiz təbiəti etibarilə tənbəldir. Bunu özünüz yaxşı bilirsiniz, özünüz də görürsünüz, etiraf edirsiniz. Mən də etiraf edirəm ki, tənbəlik biz. Bizim işimiz olmasa evdə yatarıq 12-yə kimi, 1-ə kimi, girək telefonla, məzlənərək, telefonla. Tənbəl edir. İnsan beyni təbiəti etibarilə tənbəldir. Sən də tənbəlsən, mən də tənbələm, o da tənbəldir, bura yiyəsi də tənbəldir. Amma bəzi tosklar var ki, ona toxunsan, tənbəli yaradan qalır. Necə ki, biz indi toxunduq sizinlə. Yaxşı, bəs bunu məqsədli olaraq necə eləmək olar? İndi isə tənbəli yaradan qaldırmaq üçün mərhələlərə keçək. Birinci mərhələ master plan. Master plan qurur, yuxudan həvəsə durmaq üçün öz həyat vizyonunu yarat. Yəni ki, uğurlu insanlardan həmişə eşidirsiniz. There must be a reason you should wake up. Belə deyir də Elon Musk və s. Dostlar, dediyim kimi, o vaxt həyatın bir yeri çatdı, 28-30 yaşında. Artıq bilmirsən ki, həyatın mənası nədir, necə bir iş qurasan, həyatdan hansı istiqamətə gedirəm. Onda bir sahibkar var idi, İtalyan sahibkar. O mənə dedi ki, Orxan, master plan qur. Dedi, internetdə bu barədə məlumat yoxdur, çox azdır. Dedi, master plan qur. Dedi, bir şəhəri götür. Bir şəhər niyə eybəcər olur? Üzrdən Bakı da belə çox da qəşəng bir şəhər deyildi, ən az indiki. Çünki şəhərin baş planı yox idi. Yadınızdadır, həmişə prezidentə çıxan deyir ki, baş plan qurulmalıdır, baş plan. Dedi, insan da elədir də, sənin baş planın yoxdursa, hara gedirsən həyatda? Və təbii ki, sənin baş planın yoxdursa, sənin motivasiyan da yoxdur. Sən yuxudan dura da bilməyəcəksən, işi də həvəsin görə bilməyəcəksən. Yəni, başında güllənin bir növ başqa versiyasıdır da bu. Və sonradan mən Michael Gerber adlı bir biznesmen var, onun da həyatını araşdırdım, bir çox sahibkarlar, elm adamlar və s. Özüm bir sistem qurdum, nəticədə ondan sonra belə deyək də, çox insan 30 yaşında həyatı çökür, məndə bir növ artım başladı və uğurlarımın çoxu da 30-dan sonra gəldi. Bunu hansı mərhələlərdə etdim dostlar? Birincisi, həyat amalınızı yazmalısınız. İndi bu sözü deyirəm, sizi depressiya salmayayım. Həyat amalı nədir? Primary aim gedir ingiliscə. Primary aim. Həyatda niyə yaşayırsan? Bu suala cavab vermək üçün dostlar, bu sualı özünüzə verin. Yaxşı, özünüzə indi qeyd edeyim bu sualı ki, təsəvvür edin ki, 80 yaşınız var. Nə qədər yaşamaq istəyirsiniz? 80 ildə. Lap deyək 180 il yaşamaq istəyirsiniz. Allah ömür versin amin. Düşünün ki, ömrünüzün sonudur. Heç lap ölmürsünüz də belə düşünün. Ömrünüzün sonudur. Ətrafınızda dostlarınız yığışıb, nəvələriniz yığışıb. Siz onlara hansı əhvalatı danışmaq istəyərdiniz?
Və ya o əhvalatı yazın. Ya da ki sizin ölüm funeralda o ki ölüm mərasiminizdə 2 dəqiqə sizin haqqınızda necə danışılmağını istəyirsiniz ki, filan kəs o filan kəs böyük rəqqas idi. Filan filan. Bax o necə danışmaq istəyirdiniz var ha. O sizin həyat amalınızdır. Mən etiraz eləmirəm ki, siz burada dini dünya görüşünüz ola bilər və s. Həyatın amalı hələ də bir cür fərqli ola bilər. Ola bilsin bir neçə şey olsun. Pul, sərbəst həyat tərzi, gözəl ailə, xoşbəxtçiliyi, dünyanı fəth eləmək, dünya çempionu olmaq, 1000 dənə həyat amalınız ola bilər. Bax, onu siz yazın ki, ölməmişdən qabaq indi qayıdın bir 100 ilə, 200 ilə, nə bilim 180 il yaşayacaqsınız. İndi oradan baxın özünüzə ki, nəvələrinizə deyirsiniz, dostlarınıza ki, mən həyatımı belə yaşadım. Mən sərbəst insan oldum, sərbəst həyat sürdüm, işdən çıxdım, getdim özümə sərbəst biznes qurdum, villaya köçdüm, villada yaşadım, elmlə məşğul oldum falan. Bu sizin həyatınızın mənasıdır. Siz bunun üçün yaşamaq istəyirsiniz. Yaxşı? Onu yazın. Yəni, deyə bilərsiniz ki, bu realdır, nə realdır, nə real deyil, o ayrı şeydir. Sizin həyatınızın amalı budur. Əsas istiqaməti budur, aydındır. Bunu yazandan sonra başlayırsınız, qərar verirsiniz ki, növbəti 3 il üçün nə etmək istəyirsiniz. Həyatınızın amalını artıq bilirsiniz. İndi bundan sonra növbəti 3 ili planlayın artıq. Növbəti 3 ildə nə etmək istəyirsiniz. Sonra həmin layihələri illər və rüblər üzrə bölün. Deyək ki, növbəti 3 ildə 12 rüb var. Və sonra, və ən əsası dostlar, bu divara yapışmayıb da, dəyişməyə çalışın. Mən mütəmadi olaraq öz həyat amalım olmasa da, master planımı dəyişirəm. Ayda 1 dəfə, 2 dəfə vaxt dəyişirəm. Nəyəsə orada yerinə qoyuram. Xəstələnə bilərik, sağlamlıqla bağlı bənd salıram. Və belə, o gün zalda bir nəfər mənim yanımda öldü deyək ki, xəbərlərdə də çıxdı. Okey, mən biraz həyat master planımı dəyişdim, bəzi şeylərdə. Və belə. Birincisi, deməli, tənbəlli aradan qaldırmaq üçün sizin mayakınız olmalıdır. Belə düşünün də, biz Xəzərdən çıxmışıq, Ələt portundan, indi girmişik Xəzərin ortasına və Xəzərə girmişik, belə düşünün. İnsandır, Xəzərə girmişik. Hara gedək? Bax, o hara gedək sualının cavabıdır, o mayak. İndi təsəvvür edin ki, Ələt portundan çıxmışıq, 20 kilometr gedmişik, bir fırtına gəldi. Hara gedəcəksiniz? Yəqin ki, geriyə qayıdacaqsınız da. Amma sizin mayakınız olsa, siz irəli gedəcəksiniz. Və o beyninizdəki o toçkalar artıq onda oyanır. Necə ki, başınız... Ya da belə düşünün, Xəzərə çıxmışsınız, başınızda güllə olsa irəli gedərdiniz. Amma bizə başımıza güllə lazım deyil, bizə mayak lazımdır. Başımıza gülləni hardan gətirək? Deməli, ikinci mərhələ, bu sizin həyatınızın ən böyük boşluğudur. Burada mənə yazılan ən çox suallardan biri də budur. Həyatda hara getdim, bilmirəm. Gün ərzində ki, siz həyatda... Təsəvvür bir dənə axmaq hissəsi olur hər işin. Hər işin bir axmaq hissəsi olur və insanlar o işdən geri çəkilir. Təzədən 2 aydan sonra təzədən qayıdır ora, təzədən geri çəkilir. Bu özünə xəyanət deməkdir də. Çünki o hissəni keçsəniz hər şey düzələrdi. Hamımızın başına gəlib, xüsusilə texnologiya ilə bağlı. Falan proqramı sizə deyirlər ki, yüklə. Yükləsən super proqramdır. Yükləyirsən, zboy gedir. Microsoftdan xəbər gəlir ki, Microsoft not supported. Siz geri addım atırsınız. Amma onun üzərinə getsəz hər şey düzələr. Mən bununla bağlı araşdırma aparardım. Sonra da qəribəsi oldu ki, Ernest Hemingway'in həyatını təsadüfən gördüm ki, o bu problemi necə həll edir. Ernest Hemingway nə etmiş? Mən bir dənə görüm, qoşulmaq istəyənləri var, bir dəqiqə onları approve edeyim. Ernest Hemingway nə etmiş? Götürülmüş, ta ki gecə yarısı bir əsər yazır, düzdür? Bir kitab yazır. Belə götürək, deyək ki, filan kəs başlayır öz həyatına Dərbənddən də, şəhərdə ola deyirəm. Dərbənddən gəldi, aşağıya düşəndə Ernest Hemingway deyək ki, yatmaq istəyir. Nə edirmiş Ernest Hemingway? Yatmırmış. Götürülmüş, sabaha körpü atırmış. Mən bunu adını qoymuşum, bu bizim unik addır da, fərdi addır. Sabaha körpü nə edirmiş? Tutaq ki, deyirmiş ki, Orxan Dərbənddən keçdi, çatdı Ələtə. Sonra deyir ki, Orxan gəldi, Ələtə girdi, orada başladı çay içməyə. Ondan sonra kitabı bağlayırmış Ernest Hemingway. Yəni, sabah o duranda yuxudan. Daha demir, görürsən, hardan başlayayım? O, Ələtdən başlayır. Bir misal, digər misal götür. Deyək ki, siz sayt qurmaq istəyirsiniz. Və deyirsiniz, sabah səhər durum sayt quracağım. Sabah yuxudan duracaqsınız, o saytı qurmaq üçün araşdırma verəcəksiniz. Sonra Namecheap adlı bir sayta girəcəksiniz. Orada boy gələcəksiniz, həmin gün girəcəksiniz. Telefona zibil olacaq həmin gün. Amma siz nə edə bilərsiniz? Gecə yarısı araşdırma edə bilərsiniz. Sabaha körpünü gecə ata bilərsiniz ki, how to build a website. Oradan Namecheap'dən girəcəksiniz, görəcəksiniz problem çıxdı. Onun chatına yazacaqsınız. Problemi həll edəcəksiniz, artıq siz sabah bilirsiniz hardan başlamaq lazımdır. Mən bunu çox tətbiq edirəm. Bir işin ucunu axşam qoyuram ki, axşamdan bilim bunun zirzibilin ola bilər, üzr istəyirəm ifadəmi görə bilər. Səhər sürprizi mənə sərf eləmir.
Yəni Ernest Hemingway kimi. Və bunu çox insan istifadə edir, sadəcə heç bir kitabda da yoxdur. Yalnız Ernest Hemingway-nin bir xatirələrindən bizə gəlib çatır. Nə edə bilərsiniz? Dağıtıcı işlərə. Çünki iş özü maraqlıdır da dostlar. Biz tənbəl deyirik ki, biz niyə tənbəl olaq? Belə götürək də dostlar. Webinara gəlmişəm. Görürsən, maraqla danışıram da. Amma vezmə deyir ki, bu webinar saat neçədə qutaracaq? 2-yə qutaracaq, 2-yə qutaracaq da. 12-yə qutaracaq, 12-yə, 11-ə qutaracaq, 11, 11-in yarısı, 11-in yarısı. Amma birdən bu webinarın, o Zoom-un təhlükəsizliyində problem olsaydı, batardım mən. Görürsünüz, mən ona görə gecədən dünəndən Zoom-un paketini aldıq, gördük ki, iştirakçı sayı çox olacaq, min elədik onu və s. və s. Görürsünüz, indi maraqlı hissəsi sonradan gəlir. Dağıtıcı işin əvvəlində bir dənə axmaq hissəsi olur. Onu həll edilməmiş. Onun üçün nə edə bilərsiniz? Sabah edəcəyiniz işlərin siyahısını yazın, yazdınız belə. Sonra o işlə bağlı, əsas işlə bağlı bir darıxdırıcı hissəni müəyyənləşdirib vizualizasiya edin ki, nə ola bilər. Və başlayın onu araşdırmağa. Və deyək ki, o problemi həll ediniz, o xırda işi və başlayın sabahı görməyə. O iş necə görsənir? Webinardır, nədir? Onu gördünüz, sonra bağlayın o iş. Səhər yuxan duranda sizin artıq şüuraltınız, yuxunuz onu proqramlaşdıracaq. Olmur ki, gecə yarısı Qarabağ deyək ki, Chelsea oyununa baxırıq. Hiss eləmirsiniz ki, yuxunuz dəyişir. Səhər durursunuz, Qarabağ Chelsea ruhu ilə durursunuz elə bir də. Beyin də istənilən mövzu verirsiniz, elə gedir. Və sabah işə o hissədən başlayın. Artıq siz işə maraqlı formada başlayasınız. Dağıtıcı iş həzverici formada olacaq. Və dostlar, deməli, darıxdırıcı işləri bitirməklə bağlı təbii ki, bu kifayət eləmirdi. Çünki həmişə belə sabaha körpü olmur da. Bəzən iş çox mürəkkəb olur. Çox təəssüf ki, mən bunu çox gec kəşf eləmişəm. Bir neçə il olar da, 4-5 il olar ki, mən bunu kəşf eləmişəm. Və təsadüfən, deməli dostlar, bir Kanadanın yaddaş üzrə çempionu var, Don Michael Vickers. Məndən zəifdir təbii ki. Mən yaddaş məşq edirdim, indi bir misalda yaddaşdan gətirim. Gördüm ki, irəli gedə bilmirəm. Gündəlik məşq edirəm, nəticəm yerimdə qalır. Sonra Don Michael və Səudiyyə Ərəbistanda Əl Nasir var idi. O da götürdü mənə yazırdı. Onlar mənə hər gün yazırdılar ki, Orxan, mən bugün kartları yadda saxladım, neçə rəqəmi yadda saxladım. Sən bir neynədin? Mən də başlayırım ona göndərməyə. Dostlar, üstünə 15-20 gün keçdi. Mən baxdım, nəticələrim çox sürətlə artır. Birinci başa düşmədim bunun səbəbi nədir? Sonra biznesdə elə idi. Mənim investor dostum var idi. Dedi, Orxan, startupla bağlı gündəlik hər axşam görüşək. Ya da hər 3 gündən bir görüşək. Axşam gedək Argentina steak yeyək, sonra kofe içəcək, söhbət eləyək. Görürüm ki, mən buna söhbət elədikcə, hesabat verikcə, bunun nəticələrim sürətlə artır. Və Grant Cardone adlı multimilyarder var. Hətta Trumpla onun görüşü oldu bir dəfə. Mən Grant Cardone'un uğurunun sirlərini araşdıranda gördüm, orada bir bənd var. Yazılıb, Hire an accountability coach. Özünə hesabatlılıq koçu tut. İnsan kiməsə hesabatlıq verəndə daha məhsul olur. Yadınızda var yəni ki, uşaqlığımızda indi kimi bacısı qardaş var, mənim bacım var. Məsələn, anam deyərdi ki, qədimdə qullar üsyanıdır, bacımdan soruşardı. O bilməyəndə mən deyərdim ki, mən bilirəm. Mən görürdüm ki, onun bilməməyə mənə həzz verir də, belə nə qədər şıltaq olsa da. İnsan hesabatlığı xoşlayır. İnsan istəyir ki, onu tərəfləsinlər, ona dəstək versinlər. Dostlar, biz təsdiqi xoşlayırıq, təsdiqləyək. Bizi kimsə desin ki, düz yoldasın ya da səhv yoldasın. Aydındır? Və sizin hesabatlıq koçunuz ya da qrupunuz olmalıdır. Aydındır? İdman zalına kim uğurla gedir axıra kimi? Bir dənə dostlarımızın ətrafına baxın, özünüzə baxın. İdman zalına gedirik. Birinci ay, ikinci ay motivasiya yüksəkdir. Sonra kimlər gedir zala axıra kimi? Kim ki, para ilə gedir. Mən bu yaxınlarda bir tələbə, Ramin, o danışır, deyir ki, Orxan, bəzən olur ki, qışdır. Səhər 6-da iş yoldaşı ilə idmana gedir, hər gün. Səhər 6-da, həftədə neçə gün iş yoldaşı ilə idmana gedirlər, sonra buradan Qobiyaya gedirlər işləməyə. Deyir, inanırsan, elə vaxt olur ki, üzrəsən fırlatmaq da istəyirəm də, istəyirəm gelməyim. Deyir, amma bilirəm ki, o filan kəs gedib işlə deyəcək. Və indi onlar çox fit uşaqlardır, ikisində 40 yaşı, 35 yaşı, bir arıq uşaqlardır, çox gənc qalıblar. Görürsünüz dostlar, hesabatlıq belədir də. İndi bir dənə müqayisə edin, idman zalına para ilə gedən, para ilə getməyə arasında neçədən fərq var? Dəfələrlə. Sonradan bir kitab var idi, The Four C's of Discipline kitabı. Orada araşdırdım və gördüm ki, bunun elmi var imiş. Və statistikaya görə hesabatlıq partneri olan insanların həyatında məhsuldarlıq 7 dəfə daha çox olur. 7 dəfə zarafat deyil. Və mən də başladım bunu tətbiq eləməyə. Mən sizə tam səmimi deyirəm, Vergi Nazirliyinin əməkdaşının gözündən azaq. Mənim bu ilki qazancımın ən azı 3 qat
fərqi sırf hesabatlığa görədir. Mən aya $1150 hesabatlığa pul verirəm. $1150. Amerikanlarla, bəlkə qruplarda görmüsünüz, bəzən elan edirəm. Amerikanlarla bizim hesabatlıq qrupumuz var, bir də İspanlarla. $575 verirəm hər birinə və bu çox ciddi fərq edir. O pulumu artıqlamasını çıxardıram. Yəni mən belə deyək də, keçən il, bu il 5 manat qazanmışamsa, 15 manat qazanmışamsa, onun sırf 5 qatı, sırf 10 manatı sırf ona görədir. Mən rəqəm də demək istəmirəm. Nə edə bilərsiniz dostlar? Hesabatlıq görüşləri mütləq yaradın. Siz deməyin ki, yox, Orxan, mən özüm fərqliyəm, mən özümə hesabat verirəm. Hamımız eynisiniz də, elə mən də eləyəm. Da mən eləyəmsə siz də eləsiniz, o birisi də elədir. Da multimilyarder elədirsə siz də eləsiniz də. Hamının beyni eynidir, özünüzü aldatmayın. Deməli, 3-4 nəfərdən ibarət hesabatlıq qrup yaradın. Yaxın dostlarınız ola bilər. Sizlə eyni düşüncədə, eyni peşədə olan yaradın. Uğur meyarları müəyyən edin. Hardan biləcəksiniz ki, deməli, həftədə bir dəfə görüş. Amma, misal üçün, keçən həftə bir hesabatlıq qrupuna bir Amerikan gəldi ki, mənim keçən həftəm belə pis deyildi. Dedim, neynəmsən, nəyi yaxşı idi, nəyi pis idi? Hesabatlıq belə, o demək belə əllə belləmək. Dedi, yox da, belə tam uğurlu oldu. Dedi, uğurlu oldu. Dedim, yox, meyarlı denəm. Biz onlara meyarı qoyduq. Sonra mənim oldu ki, uğursuz olub. Mənim meyarlarım fərqli, bəllidir. Dedim, qardaş, mən bu qədər elektron ticarət saytından bu qədər vizitor gətirməliyəm, trafik gətirməliyəm. Gətirməsəm, deməli, budur, falan işi görməliyəm, bunu eləməliyəm. Məni hesabatlı tutun. Dostlar, biləndə ki, birinci gün sən kimlərsə görüşürsən ya da bazar günü və ona hesabat verəcəksən, yaxşı mənada. O səni heç eləməyəcək, səni döyməyəcək, öldürməyəcək. Amma onu bilməyin, oradan ona sənə nəsə deməyi, səni dəstəkləməyi, biz sığala ehtiyacımız vardır, uşağı da, balaca uşağı. Yaşımızı atmalıyıq və ya bir tərif və ya tənqid və o çox şey dəyişir. 4 dəfə mənim həyatımı dəyişib də ən azı. Həm yaddaş, mənim yaddaş çempion olmağımda şəxsən Kanadalı insanın, ərəblərin çox rolu var. Mənim bir dəfə yadımdadır ki, mənim nəticələrim artmırdı. O dedi ki, Orxan, bəlkə poker kartlarını yadda saxlayırsan, mənə göndərəsən. Mən Taylandda yadımdakı dünya rekordu qırmışdım. Özümün rekordunu 3-4 dəfə qırdım ki, ona hesabat göndərəm. Çox gözəl şey. Uğur meyarları müəyyən edin. Yəni belə ümumi olmasın da. Hə, mənim bu həftə təsəvvür ki, psixoloqlar yığılıb. Deyirsiniz ki, sən neynəmsən bu həftə? Deyirsən, hə də belə işimin üzərində işlədim. Belə yox. Deyirsən ki, saytı qurmalıyam. Bu həftə saytı qurmalıyam. 7 gündən sonra görüşəndə hesabat verməlisən ki, saytı qurdun, qurmadın. Hə, niyə qurmadın? Çünki webmaster tapa bilmədim. O da bir bizə kömək edin. Eyni sahədən olanda daha asandır. Həftədə bir dəfə görüşün. Onlayn görüşlər edirəm mən. Mən də gedib Amerikada oturası deyiləm. O da uyğundur, o da çox gözəldir. İrəliləyişləri və problemləri müzakirə edin. İrəliləyişləri, məsələn, deyirsən ki, bax, mən keçən bir dənə coacha məsləhət verim. Deyirəm, bax, mən falan şey edirəm İspaniyada, sən də onu elə. Hindistanlı bir adı da Aşiş idi. Həşiş sözünü o şeydi, yadımda qal. Aşiş, görüm, indi LinkedIn-də kurs çıxardıb, yaxşı satır. Problemləri deyirsən, irəliləyişlər və həftəni analiz edirsən. Yeni həftə üzrə adımlarınızı inkişaf etdir. Deməli, bu sistemdən istifadə edən ta ki, insanlar var, adlarını mən qeyd eləmişəm. Burada Alov xanım master plan qurmaqla, həyat amalı müəyyən, qərarsızdan azad olmaqla, sabahı körpü atmaqla və hesabatlıq görüşlərində. Bu dördüncüsü bir növ o möhürdür də, işin möhürüdür. Bunun eləsə şey var, güc. Onu hesabat edən insanlar olur. Hesabatlığın hesabına çox irəli gəlir. İnsə keçək 3-cü mərhələyə, dostlar. Bu nədir? Zamanı bükmək. Uf, yoruldum. Mən düşünürəm, hamısı da səliqəlidir, bəs vaxt çatmır da. Bu petin üstündə oturanda vaxt gec gedir. Amma deyir, sevgilinlə 1 saat otur, vaxt çox sürətli keçir. Doğrudan elədir də. Amma ya Qarabağ uduzanda vaxt tez keçir. Barsan Qarabağ uduzur, vaxt uçur da. Amma Qarabağ udanda vaxt gec keçir. Düzdür, doğrudan elədir. Hətta bunu diktorlar deyirlər ki, zaman keçmiyor, zaman sanki durmuş. Qələbə qazananda. Bunun deməli bir əsası var imiş də, elmi. Dedim, bəlkə bu ideya hardan yaranır, dostlar? Təbii ki, hamımızın bir bu qədər işi, həyatımızda hədəflər böyüdür. İkinci beyninizi qurdunuz inşallah sizlə. Baxırsınız ki, nə qədər iş görmək istəyirsiniz. Amma yaşlar deyək ki, 35-40-dır. Cavan yaşlıdır, pis yaş deyil, prosto da. Və bu da işini çatdırım. Amma mən istəyirdim həyat amalarımın qısaldım. Sonradan bir araşdırma nəticəsində bu sistemi özümüzə qurduq. Və nəticədə həyatım kökündən dəyişdim. İstəyirəm sizə bunu bölüşüm. Yəni belə deyək, indi bütün işləri bitirmək üçün vaxtım var. Və mən düşünürdüm ki, ikinci beyni qurdum. Dedim, ay Allah, mən bu ikinci beynimi qurdum. İndi bu qədər işi kimdə bitirəcək? Elə bilirdim ki, ikinci beyin mənim bir vaxtımı alır. Əslində yox, vaxt qazandırır. Uğurlu insanların təbii ki, həyatını biz araşdırırıq. Onların yarışmasından özümə bir zaman bitmə sistemi qurdum. Və artıq ikinci beyin belə deyək, mənə əlavə yük deyil. Əksinə zaman qazandıran bir sistemdir. Artıq bunu siz eləsəz, tam mənimsəsiz. Demək ki, həyatınızda bütün işlərə vaxt tapacaqsınız. 12 həftəlik il.
Bu sistem necə yarandı? Dediyim kimi, düşünürdüm ki, dostlar, layihələrimizin siyasi var gözümüzün qabağında. Deyirəm ki, Orxan, sənin 35 yaşın var da, o vaxt düşünürdüm ki, neçə il yaşayırsan belə ayağın üstündə? 30 il. Nə garantiyası yoxdur. Bizdə İspaniyada məsələn biz orada 85 yaşında da orta yaş. Bizdə 65-də hamı paraliz olur. Üz üstə amma dünyadan nə bilim, hər bir cür xəstə olur da, elə bizim qohumlar daxil. Üz üstə kiməsə hisslərinə toxundum bəlkə. Yəni deyirəm 30 il deyək ki, ömrüm qaldı da. 30 layihə edir də, hər ildə bir layihə olsa, o da bəxtin gətirər. Sonradan bir kitab çıxdı qabağıma, 12 Week Year. Maraqsız kitabdır. Ablaşkası, üzü də və s. Kitab çox heç kim də bilmir, o kitabın məşhur kitabı deyil. 12 həftəlik il. 12 Week Year. Mən də onların müəlliflərinə dostam. Dost olmasa tanışıqlar birimizdən. O yaxşı bir sözdür. Kitab, onun bir fikri məndə qəzəbədir. Dedi ki, siz bir il neçə həftədir? 52 həftə. Dedi, amma necə dedik dostlar, bax, 2024-ün sonunda hədəf qurmuşdunuz, düzdür? Yanvarın biri gəldi, hamı qızışdı, yes, mən bunu işimi görəcəm. Amma nə vaxt oyandınız ki, hədəfi eləməlisiniz? Nə vaxt oyanırıq? Böyle, ilin sonunda. Nə vaxt? Yəni, sentyabrın 1-də, oktyabrda ayırıq ki, ay Allah, il qutarır və başlayırıq hədəfimizə doğru girməyə və gedə də bilmirik. Nəyə görə? Çünki lomkası gəlir də, artıq stresə düşürsən, həvəsdən düşürsən və ilin sonu işlədiyin yerdə, şirkətdə, dövlət qurumu, haradasa işləyirsənsə, oradan təzyiqlər artır deyə sən hədəfi və xəyanət eləmiş olursan. Deyirsən, ay Allah, 2025-də belə keçdi və heç bir şeyə nail olmadı. Hər bir halda nə vaxt oyanırsan, ilin son 12 həftəsidir. Bu kitabında mahiyyət odur ki, sistemi mahiyyət. Deyir ki, sən bir halda ki, sənin deyir, ilin əslində 52 həftə deyil. Sənin ilin əslində neçə həftədir? 12 həftə. Sonra son 12 həftə oyanırsan. Deyir, bir halda ki, belədir. Elə ilvi böl 4 yerə də, ilvin sistemini dəyişin. İsus Xristos o vaxt doğulub, nəsə olubsa, ili 52 həftə götürüblərsə, o cəmatın problemidir. Sənin problemin deyil ki, dünyanın problemidir. Sən onsuz da istənilən hədəfə 12 həftəyə çata bilirsən. Onsuz da yəni təkrarlıq olsun qoy. Onsuz da sən 12 həftə yaşayırsan əslində. 1 il və 12 həftə yaşayırsan. Ondansa 4 dəfə yaşa da onu. Yaxşı, deyə bilərsən Orxan, 12-ni 4-ə bölündə 48 edir. Yaxşı, 52-ni 4-ə böləndə 13 edir də. Yox, niyə 13 həftəlik il deyil? 12 həftəlik il. Necə istəyirəm? İlindir. Qalan 13-cü həftə nə üçündür? Planlamaq və istirahət etmək. Deməli, sənin də əslində 28 gün istirahətin olur da, 12 həftəlik işləmək bir. O zaman götürün buna fantastik şəkildə tətbiq etməyə başladım, vəhşicəsinə. Bəs sizə bir söz deyim, 2025-ci təqvim ili mənim üçün çox uzun keçdi. Amma bir çoxuz yazır ki, ömür necə qısadır, vaxt necə tez keçir. Mənim üçün 2025 çox uzun keçdi. Nəyə görə? Çünki 4 dəfə yaşadım mən. Və hər birində də böyük nailiyyətlər imza atdım. İndi mənim ilimin 7-ci həftəsidir. Dekabrın 28-i ilimiz qutarır. 12 həftəlik ilimiz. Və hesabatlıq görüşlərində Amerikanlarına biz 12 həftəlik ilin hesabatını veririk. Mən sizə bir söz deyim, bir iş nə qədər vaxt istəyir, siz nə qədər icazə verirsəz, bir iş o qədər də vaxt aparır. 52 həftə desə 52 həftə, 12 həftədə 12 həftə. Və mən görürüm ki, 12 həftə, məsələn, mən dünya çempionatına 12 həftə azlaşmışam keçən və çempion olmuşam 2023-cü ildə. Keçən dəfə getmədim, bu ildə gedim. Və ya istənilən işi demək olar ki, 12 həftə bitirmək olur. Onsuz 12 həftə uyanırıq. İngilis dilində əslində siz istəsəz 12 həftəyə böyük nəticə əldə edə bilərsiniz. Bu biraz vaxt aparır. Bir iki dəfə bunu sınayın. Deməli 12 həftəlik ili necə qurmaq olar? Birincisi başlayın. Ümumiyyətlə bəlkə də mənim həyatımı ən kökündən dəyişən bir-iki sistemdən biri də budur. Və bir də ki, psixoloji da ləzzətlidir də. Yox, deyək ki, mənim 40 yaşım var, ya sizin 50 yaşınız olsun. Bundan sonra deyək ki, 30 il yaşadım. 30-u vurdun 4-ə, 120 il yaşayacaqsan. 120 il. Bu ləzzətlidir. Daha gözəldir. Və psixolojide özünüzü ona inandıra bilərsiniz. Artıq ki, özünüzün kalendarını yarada bilərsiniz, gələcəkdə istəsəz. Birincisi, mərhələ 1-də, burada nə etmək lazımdır? Birincisi, həyat vizyonumuzu və master planı yazın. Bəyə biz bunu yazdıq. Və deyək ki, master planımızı yazdınız da, növbəti 3 ildə nə istəyirsiniz? Deməli, növbəti 3 təqvim ilini biz artıq 12 il kimi yaşayacağıq. Bu daha maraqlıdır. Xüsusilə orta yaşlı insanlar üçün. Ona görə siz 12 həftəlik il götürün. Bana misal üçün, deyək ki, götürün yanvarın 4-dən martın 31-dən kimi başlayın. Birinci gündən başlasın, 12 həftə çəksin. Və siz növbəti 3 təqvim ilin, yəni 2026-2028 üçün hədəfləri müəyyənləşdirin, həyatda nə istəyirsiniz və onu 12 yerə bölün. Və başlayın bir il kimi elə yaşamağa. Bir də baxacaqsınız ki, dostlar, zaman edir ki, sanki bükülür.
Einstein dedi də, bu mənim fikrim deyil ki, Einstein fizikasıdır. Zaman siz o qədər öyrəşirsiniz 12 həftəyə. Vaxt sanki doğrudan bir iliniz el uzanır. Bax, indi hamı deyir, Orxan, ki, noyabr deyir, o deyir, doğrudan noyabr, düz Black Friday ya. Mesela məndə o hiss yoxdur. Mən üçün bu bir il uzanır. Mənim təzə ilim oktyabrın 6-sı başlayır. Sonra bu hədəfləri çatmaq üçün konkret addımları yazın və 12 həftəyə bölün. Hər həftənin sonunda analiz edin, onu irəliləyişinizi yoxlayın və plana uyğunlaşdırın. Həftə sizin gözünüzdə artıq ay kimi olacaq. Hər həftə əhəmiyyətlidir. Çünki 12 həftədir. Başqasının 12 ayı var, ayın sonu oyanır. Sizin 12 həftəniz var. Sizin hər həftəniz bir aydır. Yaxşı? Və hesabatlıq sistemi qurun ki, motivasiyan stabil qalsın. Məsələn, hesabatlıq partnyorumla mən hər həftənin birinci gün görüşürəm. Bir də ki, həftə sonu doğrudan da uzun gedir. Dövr uzanır. 12 həftə bitəndə bir həftə dincəl və sonra növbəti ilə keç. Bu mərhələ 1. Və dediyim kimi, o vaxt bu sistemi quranda 12 həftəlik mən üzərində işləyirdim. Bir dənə problem var idi ki, həftə sanki çox sürətli keçir. Bugün 4-cü gündür, yox səhvləmirəmsə. Yadımdan çıxardıram. 4-cü gündür. Vaxt çox sürətli keçir. Baxsan həftə qutardı. Həmişə oturuq deyirik ya, həftə qutardı. Baxsan depressiv fikirdə, il ərzində cəmi 50 həftə var təqdim edir. Həftə qutarır. Bəs mən araşdırdım ki, digər insanlar, ta ki Elon Musk, başqaları bəs ömürlərini necə idarə edirlər, həftələri necə idarə edirlər? Özdə sizə bir söz deyim, ilə başlayırıq, deyirik, hə, düzəlmir də, gərək həftəni dayandırasın. Və əsas termin də budur. Deməli, uğurlu insanlar neyirlər? Hər həftənin sonu weekly review edirlər. Adı da belə gedir. Weekly review, həftəlik baxış, həftəlik analiz. Həftələrini gözdən keçirirlər. Və bunun bir sistemi də var. Deməli, həftənin analizini həftə sonu bir vaxt təyin edir. Mənim üçün bu 6-cı gün səhər saat 10-dur. Lap gedirəm kafeyə, kafedə həftəni öz həyatımı analiz edirəm. Bir saat vaxt təyin et və kalendarda qoy onu. Yarım saatla başlaya bilərsən. Bitmiş həftəni gözdən keçir, nələr alındı, nələr alınmadı. Yeni ideyaları ikinci beyindəki papkalara qoy. Yeni ideyalar gəldisə, gələn həftənin əsas addımlarını seç. Və bu addımları həftənin günlərinə böl. Deyək ki, bu həftəni gözdən keçirdin, gördün ki, çox tənbəl işləmirsən, ya yaxşı işləmirsən, pis işləmirsən. Analiz elədin, okeydir də. İndi hamımız çatdıramırıq işlərimizi və başla gələn həftəni qurmağa. Gələn həftəni planla, gələn həftəni qur və yaxşı olar ki, onu günlər üzrə böləsən ki, və dostlar, çox iş qoymayın kalendara. Çox iş. Sizə bir Change adlı bir kitab var səhvləmiz. Orada müəllifin bir fikri mənə çox xoşuma gəlir araşdırma. Deyir ki, insanın bir işi çətin saymağı o işin çətinliyini ölçülmür. O işin sənin beynindəki xəyalı ilə ölçülür. Və sən özünüz də fikir vermirsiniz. Əgər gün ərzində bir ya da iki iş görəcəksənsə, çətin olsa belə rahat görürsən. Amma sənin sabaha 7-8 işin varsa, hətta xırda işlər belə gözündə böyüyür. Çünki onun xəyalında sən necə görsənsə 7-8 iş o qədər çətinləşir. Amma xəyalında asan görsənsə elə asan. Yəni bir işin çətinliyi və asanlığı onun özünün kimdən bilir nə iş asandır, nə iş çətindir. Onun sizin xəyalınızda necə görsənməsindən birbaşa bağlıdır. O dostlar belə bu metoddan məsəl üçün mən bəzi iştirakçıların adını yazmışam. Şəfa xanım, məsəl üçün Şəfa xanım indi 52 yaşındalar yəqin ki, o həftə günündə açıram. Amma sualları mən nə sual gördüm də. Yazın. Amma məzmunla bağlı olsun. Sonradan indi etdiyimiz sözlər var. Özümün neçə illik təcrübəmi, həm 1200 biri qrip olur zadır, həm də ki, bunun kim gələ bilər? Sahibkar gələ bilər, hansı şirkətin super